Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Muhammedin sallallahu aleyhi ve sellem. Aleyhi tayyibin tahirin. Ve la'natullahi ala a'daihim ecma'in. Minel an ila qiyami yevmiddin inşallah. Cümləniz mübarək olsun. Mübarək Şaban ayının artıq tam bir həftəsini, biraz da əlavəni geri qoymaqda yox. Və bir neçə həftədən sonra artıq mübarək Ramazan ayına daxil oluruq. Ərəfəsində oluruq. Allahdan tövfiqatlar diliyirik inşallah, inayət eləsin, bəhrə aparaq inşallah. Bu ayların ən böyük önəmi və əhəmiyyəti budur ki, bizlər daha çox diqqət eləyək öz durumumuza, öz vəziyyətimizə, öz halımıza və bu ayda tutulan oruclarında, oxunan dualarında, 3 aylıqda əhəmiyyəti budur ki, biz Allahla öz aramızda münasibətlərimizə nəzər salaq, halımıza, vəziyyətimizə nəzər salaq və diqqətli olaq. Günahlarla bağlı, xətalarla bağlı, yanlışlıqlarla bağlı vəziyyətimiz necədir? Xüsusda bir neçə buyuruşa istərdim diqqət eləyək. Əmir əl-Möminindən buyurulur ki, Allah Taala günahdan ləzzət alan kimsəni zəlil edər. İnsan pis iş görəndə, xəta eləyəndə, günah eləyəndə iki reaksiyası mümkündür, iki reaksiyası baş verə bilir. Bir narahat olur və bir də bundan ləzzət alır. Vay o haldan ki, insan pis iş görə, ləzzət ala. Vay o haldan ki, insan günah iş görə, xəta eləyə və bundan ləzzət ala. Bu, ən böyük əslində faciədir. Allah Taala günahdan ləzzət alan kimsəni zəlil edər. Adam zəlil olar, məhv olar. Bədbaxtçılığın artıq tam surətdə hər mənada içində olar. Ləzzət alsa günahlarından, xətalarından, yanlışlıqlarından çox çətin olacaq. Çox çətin məsələdir. İmam Səccad əleyhissalamdan buyurulur ki, günaha şad olmaqdan çəkin. Çünki günaha şad olmaq onu etməkdən pisdir. İnsan Allah eləməsin günah eləyəndə, xəta eləyəndə əgər ona sevinə və şadlana, oradan məmnunluğu ola, bu günahın özündən də pisdir. Günahın özündən də pisdir. Yəni, bu bir daha diqqət olunası məsələlərdir və üçüncü şəxs haqqında düşünməli məsələlərdir. Hərə özü ilə bağlı, Allah dərgahında, Rəbbi ilə münasibətlərini təftiş eləməlidir, nəzər salmalıdır. Öz vəziyyətinə, öz halına, öz durumuna, öz məsələsinə, fərd olaraq üzərinə düşənlərə, ailəsində, ictimai həyatında, iqtisadi həyatında insan nəzər salmalıdır, diqqətli olmalıdır, xətalarına, günahlarına, yanlışlarına. Allah eləməsin ki, ləzzət alar, Allah eləməsin ki, məmnun olar, şad olar, sevinər bitişlərindən. Bu ki, müsibətdir. Həzrəti İmam Rıza əleyhissalamdan da bir incə buyuruş var. Buyurur ki, əli şiyələrindən elə bir şəxs yoxdur ki, gün ərzində bir pis əməl ya bir günah edəndə gecə onu qəm-qüssə bürüməsin. Bunun vasitəsilə onun etdiyi pis əməl ya günah silinib gedir. Bəs qələm belə şəxsin günahlarını necə yazsın? Normal durumda, mənəvi halda olan adam günahlar, yanlışlar, pis işlər görəndə bu cür ayıldıcı vəziyyətlər olar onun üçün.
İmam Rza əleyhissalamdan buyurur ki, Əli şiyyələrindən elə bir şəxs yoxdur ki, gün ərzində bir pis əməl ya bir günah edəndə gecə onu qəm-qüssə bürüməsin. Bəşəriyyət ümumiyyətlə hələ eləyir ki, qəm-qüssə içində olmasın. Yəni, bütün mövcudiyyətini ona yönəldib ki, əyləncələr, bir çox haramlar, haram məclislər. İndi əvvəl televizor baş qatırdı, indi internet. Əvvəl televizorla insan bir 8 saat necə keçib heç başa düşməzdi. İndi internetlə heç ümumiyyətlə başa düşməz ki, heç bir gün necə gəlib keçib. Sosial şəbəkələrlə ümumiyyətlə heç neçə min adam var, hərəsi hər dəqiqədə olmasa 5 dəqiqədən bir nəsə maraqlı şey yazsa, bir də aylar ki, onların hamısını oxumağa, izləməyə və s. hələ heç nə dahi, özünə heç vaxt qalmadı. İçki elə bunun üçündür ki, insan qəm-qüssədən qaçar. Narkotik elə bunun üçündür. Qumar müəyyən mənada bunun üçündür. Əyləncələr bunun üçündür, bir çoxları. Ona görə o qəm-qüssə ki, bizim axirətimizlə bağlıdır, aqibətimizlə bağlıdır, qurucu qəm-qüssədir. Dünya qəm-qüssəsini inancımız pis sayır. Ki, dünyaya görə insan qəm-qüssədə ola, o çox pisdir. Və diqqət eləsək də, yəni, gün ərzində görsəntili qəm-qüssəni də dinimiz bəyənmir. Özünlə məşğulsan, lap yaxşı, Allahla öz aranda. Allahın bəndələri cəmaat içində qəm-qüssəli, cəmaat içində özünü, islahatını təzahürləməzlər. Yəni, bu da öz yerində olan bir məsələdir. Günaha reaksiyalara nəzər salırıq ki, bir, günaha sevinmə, pis işə sevinmə, ləzzət alma, şadlanma və əksinə. İndi mütədəyyin insanlar daydırıb, üzr istəyirəm, haramlar eləməyəcək ki, günahı kəbirələr eləməyəcək ki. Bir adam ki, illərlə dindardır, mömindir, bu da gəl bir böyük günahı kəbirələr eləsin. Misal üçün, heç bir səbəbsiz İslamın işlərini tərk eləyə, heç bir ciddi səbəbi olmadan. Bundan narahat olmaya, bunu tərpədməyə. Bu nədir? Bu deməli, elə, hətta bəzən də neyniyə, məmnun ola. İndi mütədəyyinlər qərar deyir ki, Allah eləməsin, geçsinlər, günahı kəbirələr eləsinlər, ya şəri günahlar eləsinlər. Hərənin öz həddində, öz məsələsində, öz anlayışında mövzular var. Diqqətli olmalıyıq. Mübarək buyuruşdu Peyğəmbərimizdən. Müminin 72 pərdəsi var. Bir günah edən zaman bir pərdə yırtılar və əgər tövbə etsə, Allah o pərdəni digər 7 pərdə ilə birlikdə ona qaytarar. Allah belə Allahdır. İndi arxayın olmayaq ki, tövbə eləyəcək, düzələcək. Bəlkə tövfiqatımız olmadı tövbə eləməyə. Qəti olaraq bir çox günahkarlar və fəsad əhli günah eləyəndə, fəsad eləyəndə bilərəkdən planlaşdırmışlar ki, tövbə eləyəcək, düzələcək. Qəti olaraq planlaşdırmışlar, amma heç tövfiqatları da olmadı. Bilərəkdən günah edəndə, bilərəkdən xəta eləyəndə, bilərəkdən bu işləri görəndə heç tövfiqat da bəzən olmur. Bu, ümidverici bir sözdür, amma bilərəkdən Allah eləməsin eləyəndə bu çox çətin məsələ olar. Cavanlar xüsusən diqqətli olsunlar, yeniyetmələr xüsusən diqqətli olsunlar. Çox onlar üçün də məsuliyyətli dönəmləridir. Onlar həm rahat öz nəfslərini idarə eləmək qabiliyyətləri var və tamamən də məhv olma qabiliyyətləri var. Bir yaşlı adamın özünü islah eləməsi üçün uzun müddət lazımdırsa, cavanın əlində o çox rahatdır. Çox rahatdır. Bu da təbii şeylərdən keçir. Yəni, cavan vaxtını səmərəli işlərə sərf eləməlidir, ailəsini qurmalıdır, vaxtını səmərəli məsələlərə sərf eləməlidir, boş-boş, axmaq-axmaq, avara-avara işlərdən uzaq durmalıdır, əbəs əyləncələrdən uzaq durmalıdır.
İstəyir yeniyetməsi, istəyir cavanı, istəyir orta yaşlıları hamımıza aiddir. Və bunun bütün günah müqəddimələri boş-boş işlər vaxtı baş verir. Günahın müqəddiməsi o vaxt baş verir. Bu günlər həm də ümumilikdə bütün dünyada Nimə-i Şabana hazırlıq günləridir və əziz Mövlanın intizarında olan bütün əzizlər üçün önəmli tarix gəlir. Allahdan istəyirik ki, bizlərə inayət eləsin, Mövlanın bu mübarək mövludunu yaşadanlardan olaq inşallah. İlahi ziyafət gəlir qarşıdan. Allah bizlərə nəsib eləsin inşallah, yaşadanlardan olaq. Məxsusən diqqətli olaq. Biz pis işlər görəndə, günah eləyəndə, xəta eləyəndə, mənfi əməllər eləyəndə nə edirik? Ləzzət alırıqsa faciəvi vəziyyətdir. Bədbəxtçılığın özüdür. Məmnunluğumuz varsa məhv edici vəziyyətdir. Allahdan tövfiqatlar istəyirik inşallah. Özü nəzər salsın inşallah. Allahım günahlarımızı əff eylə. Rəhmətə gedənlərimizi bağışla günah. Bizi öz başına buraxma günah. Əziz Mövlanın zuhurunu təcil eylə. Xəstələrə cəmdə olan, cəmin nəzərində olan xəstələrə şəfa inayət eylə. Ailələrimizi xüsusi nəzarətində olmalarını nəsib eylə. Mömini möminata halal ruzu nəsib eylə. Allahım dilə gələn, dilə gəlməyən müşküllər var, onlara bir nəzər sal günah. Gördüyümüz, görmədiyimiz müsibətlər, bəlalar var. Allahım onlardan bizləri hifz eylə. Allahım əziz Mövlanın zuhrunu təcil eylə. Əziz məraciylərimizi, xüsusən vilayət mənsəbinin ömrünü uzun və bərəkətli qərar verginə. İnşallah bizləri ilahi ziyafətə hazırlaşan kəslərdən qərar verginə. Əziz Mövlanın nurani mövludunu yaşadanlardan qərar verginə. Peyğəmbər və ali Peyğəmbərə salavat.